Axşam saatlarında Lənkəran Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkətdə olan VAZ 21012 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Kərgəlan kənd sakini 28 yaşlı Cəbi Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər yaralıya sol bazunun və sağ barmağının sərmiş yarası diaqnozu qoyublar. Cəbi Quluzadənin müalicəsi vəziyyətinə uyğun olaraq müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.